qadınlarda və insana kişilərdə bu virusun HPV 6-11 növü var ki, bu zillər yaradır. Zillər partnerinizə keçə bilir, yayıla bilir. Amma bu virusun digər növləri var ki, və ən çox da 16-18 uşaqlıq boyunda xərçəngə səbəb olur. Yəni bizim ən qorxduğumuz şey də uşaqlıq boyunda xərçənginin də səbəbkarları nələrdir? Bu virus, immun sistemin aşağı olması, bir de sigaret. Sizdə 16 pozitiv olduğu üçün və xərçəng yaradan tiplərdən ən yüksək riskli olduğu üçün biz mütləq kolposkopi eləməliyik. Kolposkopi elədik, baxdıq orada anormal bir sahə gördük. Demək ki, orası daha risklidir. Oradan tiki götürüb əkirik. Eğer o çəkdiyimiz parçada hiçbir sıkıntı yoktursa, edebileceğimiz bir şey yoktur. Sadece dedik ki immun sistemimizi düzeldir. Kronik infeksiyalar olur, HPV'nin yarattığı sürekli akıntılar falan. Bunları müalicə edirik. Ve dedik ki, təqib eləyək, ildə bir görüntüləmələr eləyək ki, vəziyyət necədir. Yox, əgər orada sıxıntılı bir şey çıxarsa, o zaman oranın yandırılması, kesilməsi, başqa əməliyyatlar nə lazımsa onu eləyək. Yaxşı.